Nəhayət ki, təzə aldığım qazan seti, keramik dəsti sınamağa qərar verdim. Bu arada neoflamdır, istəyənlər komment yazıb soruşa bilərlər. Orta ölçülü qazanımıza su əlavə edirik, qəşəngcə duzlayırıq və lobyamızı əlavə edirik. Lobyanın rənginə, figurasına, fasonuna heç nə söz deməyin, olanımız budur. Mən bu yağdan işlədirəm, çox gözəl yağdır, İran mağazinindən almış. Üzərinə zeytun da vurub soğanımızı əlavə edirəm. Ayrıca 5-6 dənə yumurtanı çırpıram, duz, istiot əlavə edib yaxşıca qarışdırıram. Və soğanımıza sarı kök əlavə edib qarışdırıram. Lobyamız artıq pişmək üzrədir. Bir az pişmiş lobyanı soğanın üzərinə əlavə edib qəşəngcə qarışdırırıq. 5 dəqiqə qarışdırandan sonra artıq yumurtamızı əlavə edib üstünü bağlaya bilərik. Heç bir Amerika açmadan sadə usulla lobyanı hər zaman belə bişirirəm. Əlbəttə ki, evdə pomidor varsa əlavə edə bilərsiniz, məndə yox idi. Buyurun, nuş edə bilərsiniz. Servisi isə belə elədim. Nuş olsun.